Ağbaba dağlarının bəyaz ağlığını, gül çiçəklərinin gözəlliyini, ətrini, zərifliyini, bulaqlarının duruluğunu, ab havasının saflığını varlığında yaşadan Buludxan Xəlilov. Nəzib insan, vətənpərvar övlad, yorulmaq bilmədən millətinə, dövlətinə xidmət edən ziyalı vətən əskəri Buludxan Xəlilov. Baxmayaraq biz Sovetlər dönəmində yaşadıq 70 illik dövrdə, görünür ki, biz azadlığı daddığımız üçün, bizim ulularımız, babalarımız daddığı üçün və ümumiyyətlə Azərbaycan xalqının kökü olduğu üçün, zəngin ədəbiyyatı, tarixi olduğu üçün o 70 illik ideologiya bizi sarsıda bilmədi, bizi öz kökümüzdən ala bilmədi. Xalq mühit yaranan kimi, şərait yaranan kimi yenə azadlıq uğrunda mübarizəyə qalxdı, yenə əsl tarixini yazmağa başladı, yenə əsl ədəbiyyatını yazmağa başladı, milli mənliyini, milli kimliyini ortalığa qoymağa başladı. Bu şəcərəyə nəzər salanda Buludxanın hansı nəslin nümayəndəsi olduğunu aydınca görmək olur. Görmüş, götürmüş, nəsil nəcabətli bir kökün üstündə bitən elə Buludxan kimi ziyalı vətənpərvər olmalıydı. Biz etiraf eləməliyik, hələ biz Azərbaycan tarixini %100 tam dürüst şəkildə yazmamışıq. Bu istiqamətdə ciddi işlər getməlidir. Təbii, elə Azərbaycan ədəbiyyatının özünü lap yarandığı gündən indiyə qədər tam dürüst şəkildə təhlil, tədqiq eləməmişik. Bu deyil, deməkdir ki, bizim ziyalılarımızın üzərində daha ciddi yük var. O yük ondan ibarət ki, bizim ziyalılar bugün düşündürücü yanaşmalıdırlar tarixə, ədəbiyyata, dəyərlərə. Ona görə ki, gənc nəslin yetişməyi üçün onlara düşündürücü şəkildə obyektiv məlumatları çatdırmaq lazımdır. Birinci, ziyalıların arasında obyektiv məlumatlar safçırıq olunmalıdır. Ona görə hələ görüləcək işlər çoxdur. Əsas odur ki, fundamental istiqamətdə, Azərbaycançılıq istiqamətində ideologiyamız düzdür. Dövlətin dəstxətti düzdür. Dövlətin bu dəstxətti istiqamətində ziyalıların birliyi var, düşüncə sahiblərinin birliyi var. Amma əsas tarixi istiqamətdə, ideoloji istiqamətdə, mədəni, ədəbi istiqamətdə görüləcək işlər hələ mən deyərdim, işin yarısıdır. Çox böyük işlər görməliyik. Yəni, xüsusilə ziyalı nəsli çox böyük işlər görməlidir. Buludxan bütün varlığı ilə doğulduğu yurda, Azərbaycana, Azərbaycansılığa, Türkçə və Türkçəliyə bağlı bir alim, vətəndaş idi. Buludxan üçün Azərbaycanın dünəni babasıydı, bugünü özüdür, sabahı balaları və nəvələridir. Küçədə bir uşağı rəzil, çirkil bir vəziyyətdə görəndə onun valideynini tapırlar. Cəzalandırırlar, bu uşağa niyə baxmırsan? Sonra o uşağı dövlətin qayğısına götürürlər. Mən cəmiyyətə üzümü tutub deyirəm. Şəhid ailələrini, orduda olanları, bunları hər birimiz himayə götürməliyik, diqqətlə yanaşmalıyıq. Onların valideynlərinə, özlərinə, onlar təkcə dövlətdən yox, hər bir vətəndaşdan diqqət və qayğı görməlidir. Buludxan Xəlilov son dərəcə həssas və sözə yaxşı mənada qısqanclıqla yanaşan, sözə balalarına xidmət edən kimi mənən zəngin adam idi. Yazdıqları milli mənəvi dəyərlərimizə bir töhfə, oxuduqları şəxsi sərvəti ilə yanaşı, yaxşıları təbliğ etməyi özünə borc bilən qələm əhli söz adamı idi. Filologiya elmləri doktoru Buludxan Xəlilov çıxışında elə bu məqamlara toxundu. İnsanlar iki cür olurlar, mənim fikrimcə. Elə insanlar var ki, onun yazılarıyla
şəxsi taleyi, şəxsiyyəti üst-üstə düşür. Elə insanlar var ki, onun yazdıqları ayrıdır, amma onun tərcümeyi halı, şəxsi taleyi tamam ayrıdır. Miraslan Bəkirlinin yaradıcılığıyla onun tərcümeyi halı tamam üst-üstə düşən sənətkardır. Yəni, Miraslan Bəkirlini tanımayan bir insan onun hekayələrini, povestlərini, estələrini, mənsur şeirlərini oxuyursa, tanımayan bir adam onun kim olduğunu yaxşı bilir. Bilir ki, Miraslan Bəkirli milli mənliyinə, milli yaddaş tarixinə, milli kimliyinə, xalqına, vətəninə, torpağına sadiq bir adamdır. Çünki onun yaradıcılığında Miraslan Bəkirlinin özünü görürsən. Onun özünü oxuyursan, öz taleyini oxuyursan. Yəni, sırf real həyat hadisələri, sırf onun yaşayış tərzi, sırf onun duyğu və istəkləri o qədər inandırıcıdır ki, bundan kənarda Miraslan Bəkirlini görmək mümkün deyildir. Buludxan elə bir məkanda dünyaya gəlmişdi, elə bir mühitdə, ailədə yaşamışdı, onu poeziyadan kənarda görmək mümkün deyildi. Qardaşı Zahid Əzizin təzə yazdığı şeirlərinin ilk oxucusu, tənqidçisi də məhz Buludxan olurdu. Onun danışığında, yerişində, duruşunda da bir poetika vardı. Təkcə ali məktəbdə müəllim olduğuna görə poeziyanı yaxşı bilmirdi. Onun canında, qanında təbiəti duyan kimi bir poetik duyum, şeiriyyat gözəlliyi vardı. Məndən bir də olmayacaq. Yatma belə, hələ oyan, getmə belə, hələ dayan. Səni sevən, səni duyan, məndən bir də olmayacaq. Buludxanın milli məfkurəsi o ata yurdundaykən formalaşmağa başlamışdı. Beşiği başında deyilən laylalar, ninnilər, Ağbabanın sazlı sözlü ellər kənd yurdunda eşitdiyi bayatılar, el deyimləri onun ilk poetik məktəbi idi. Ona görə də Buludxan təpədən dırnağa milliliyi qoruyan, təbliğ edən və onun keşiyində vətən əskər kimi dayanan ziyalılardan idi. Torpaqlarımız, o müqəddəs torpaqlarımız qürbətdə qaldığı kimi Novruzumuz da qürbətdə qalıb. Yəni o qürbətdə qalan Novruzla bağlı bəzi atributları mən xatırlamaq istəyirəm. Xüsusilə o tariximizə söykənən, tariximizin dərin qatlarından gələn atributları xatırlamaq istəyirəm. Bu odun müqəddəs sayılması idi. Məsələn, Novruz bayramında o bölgədə xüsusilə nələri simvollaşdırırdılar? Məsələn, iri lopalar düzəldirdilər. Bu lopaları necə düzəldirdilər? Ağacın ucuna əski parçaları bağlanırdı və ağac uc hissəsi elə düzəlirdi ki, ona parça bağlanırdı yumru şəklində və o yandırılırdı. Bu mərasim şəklində keçirilirdi Novruz bayramındakı. Uşaqlar bunları, həmin od lopalarını yandırıb, başlarının üzərində fırladıb, uzağa atırdılar. Bu, indi biz oxuyuruq mənbələri. Sən demə, bu qədim türkçədə çofqan oyunu adlanır. Elə adlar var ki, onları Məmiş adını gətirməyə ehtiyac yoxdur. Gilas adını gətirməyə ehtiyac yoxdur. Hələ mən demirəm, keçmişdə kolxoz adı olub, sağxoz adı olub, kombayn adı olub, traktor adı olub, yanvar, fevral, bunları saysaq kifayət qədərdir ki, bunlar mənasız adlardır. Bugün özünü daşımır. Bu adlar babanın adıdır deyə və yaxud gilas adı nənənin adıdır deyə nəviyə, nəticəyə, nə bilim kimə bu adı verəsən. Yaşatmaq, məqsəd yaşatmaq. Məqsəd yaşatmaqdır, amma sabah bu adı yaşadan övlad adına görə əziyyət çəkəcək, adına görə xəcalət çəkəcək. Yəni, ada görə xəcalət çəkmək olmaz. Ad elə olmalıdır ki, o adı verən nənədirsə, babadırsa, valideyndirsə, övlad sonra ona bir rəhmət oxusun. Ona bir ləzzət versin ki, bu adı qoyub buna, bu adda bir məna var. Ona görə adlara çox ciddi yanaşmalıyıq. Mən təəssüflə qeyd edirəm ki, ad sisteminin düzgün verilməsində bizim ailələrdə
Azərbaycan adlarının, antroponimlərin izahlı lüğəti hər bir ailənin stolüstü kitabına çevrilə bilməyib. Bunu təəssüflə qeyd edirəm. Mən belə hesab edirəm ki, ailə quran hər bir gənc ailənin stolüstü kitablarından biri antroponimlərin izahlı lüğəti olmalıdır. Bunlar var bizdə. Osman Mirzəyevdən üzü bəri, Osman Mirzəyevin adlarımız lüğəti, Aydın Paşayevin var lüğəti, Afat Qurbanovun var, Aslan Bayramovun var. Saysan bu silsilə çoxdur. Bəhruz Abdullayevin bu lüğətlər var. Mən belə hesab edirəm ki, bu lüğətlərdən istifadə eləmək lazımdır, almaq lazımdır. Ailələrdə olmalıdır. Mən heç şübhə etmirəm ki, bəzi ailələrdə dünyaya gələn övlada ad qoymağı tapa bilmirlər ona görə ki, onların əhatə dairəsi zəifdir. Evlərində də bir lüğət yoxdur. Bəzən mənasız adlar. Əslində var ya, belə asan xidmətə də hətta təklif edirlər. Adlar siyahısı var ki, o adlardan istifadə edir. Bəli, asan xidmət təklif edir. Bu yaxşı haldır. Bəli. Amma bəzən valideynlər bunu qəbul eləmir. İçində vətən sevgisi, yurt yanğısı olan insan idi. Azərbaycanın əsrlərlə yaşadığı haqsızlıqları içindən keçirən və özü də elliləri, doğmaları, qohum qardaşı da bu tarixi haqsızlığın içindən keçən bir vətəndaş idi. Bütün bunlara baxmayaraq sabaha ümidlə baxan, gələcəyə və gəncliyə inam dolu bir arzu ilə baxan, dövlətə və dövlətçiliyə sədaqətlə qulluq edən vətən əsgəri idi. Valideynlərimizlə yanaşı, müəllimlərimizə minnətdar olmalıyıq ki, onlar gənc nəsli görün nə qədər düzgün yetişdiriblər ki, o gənc nəsil vətən anlayışının bütün ağırlıqlarını duya bilirlər. Artıq onlar bugün vahid vətən mövzusunda birləşə bilirlər, vətəni müdafiə edə bilirlər. Buludxan həm də yaxşı müəllim idi. Ondan ötürü auditoriyanın qapısı sabaha inam, ümid qapısı idi. Bilirdi ki, auditoriyada sabahın əskərləri, nazirləri, alimləri yetişir. Onlara öz doğmaları, qarşıdakı bütün problemləri həll edə biləcək mənavi övladları kimi baxır. Biliş bazarlığını, məhəbbətini əsl müəllim kimi onlardan əsirgəmirdi. Ona görə də tələbələri tərəfindən bir mənalı sevilən müəllim idi. Cənubi Afrikada ölkələri üzərində bir tədqiqat aparıblar, bir psixoloq, metodist tədqiqat aparıb, görüb ki, bir oğlan uşağı, orta boy oğlan uşağı, özündən balaca uşağı döyür. Buna soruşub ki, sən niyə belə edirsən? Deyir, bu bizdə bir ədalətli işdir. Məndən böyüklər məni döyür. Mən də özümdən kiçikləri döyürəm. Bu bir ədalətli işdir. Psixoloq bununla nəyi demək istəyir? Psixoloq bunu demək istəyir ki, deməli dünyanın elə dövlətləri var ki, orada tərbiyə sistemi düz qurulmuyub. Güclü zəifi döyür, daha güclü hamısını döyür. Erməninin tədris və təhsil sistemi düz qurulmuyub. O, dünyaya gələn uşağın qulağına Türk sənin düşmənindir deyir. Amma bugün biz müəllimlərimiz ona görə minnətdarıq ki, bizim artıq gənc nəsli uşaqlarımızı elə böyüdüblər ki, onlar vətən anlayışını düzgün başa düşürlər. Bax, bu yaxınlarda kadrlara baxdıq. Gördür, əskər gəldi, Ermənistandan olan bir qadın onu qarşıladı, dedi, torpağınıza xoş gəldiniz. Azərbaycan əskərinin təqdimatını gördünüz. Həmin Azərbaycan əskərinə Azərbaycan müəllimi düzgün tərbiyə verib. Amma erməni əskəri həmin əskərdir ki, Xocalıda körpəni, uşağı, böyüyü, ahılı qılıncdan keçirdi. Qanına qəltan elədi. Həmin erməni əskəridir ki, turbaların içərisinə 70-dən çox adamı doldurdu. Onun içində uşaq var idi. Onu qaynaqladı, canlı öldürdü. Erməni müəlliminin verdiyi tərbiyə odur. Azərbaycan müəlliminin verdiyi tərbiyə budur. Azərbaycan müəlliminin verdiyi tərbiyə bugün deyil. Biz ermənilərlə tarix boyu yaşamışıq. Görürsünüz, prezidentimiz nə qədər məntiqli deyir. Deyir, Bakı şəhərində erməni yaşamır. Azərbaycanın hər yerində yaşamır. Onlara bir söz deyən var. Onlar bizim vətəndaşlarımızdır. Gəncədə yaşamır, gördünüz də hadisədə. Onların artıq. Yəni sözümün canı nədir? Biz cəmiyyətin müəlliminə də minnətdar olmalıyıq.
Buludxan Xəlilov həm də nurlu insan idi. İstər ailədə, qohum-qardaş arasında, istər işdə, tələbə-müəllim kollektivində, istərsə də dost-tanış yanında həmişə alnı açıq, üzü ağ olduğundan o xoşbəxt bir insan idi. Qayğıkeş ata, canı yanan qardaş, sədaqətli bir dost idi. Bəkir Çobanzadə adı nə qədər görkəmli bir türkoloq kimi səslənirsə, bir o qədər də bir Azərbaycanşünas kimi səslənir. Çünki Bəkir Çobanzadə keçən əsrin, 20-ci əsrin 20-ci illərindən sonra konkret desək, 24-cü ildən artıq Bakını özünə bir məskən seçib. Həm burada yaşayıb, həm fəaliyyət göstərib. Bəkir Çobanzadənin Azərbaycana dəvət olunması kimlərin istəyidir? Deməli, məsələ belədir. Səməd Ağamalıoğlunun rəhbərliyi ilə Əlifba Komitəsi yaranmışdı. Bu Əlifba Komitəsinin mahiyyəti ondan ibarət idi ki, bunlar türklərin yaşadığı bütün ərazilərdə əski əlifbanı islah eləsinlər və Latin qrafikalı əlifbadan dünyəviləşmək üçün bütün türk xalqları istifadə eləsinlər. Təkcə dünyəviləşmək üçün yox, həm də türk xalqları vahid bir ideoloji istiqamətdə, yazı, mədəniyyət, mənəviyyat istiqamətində birləşmək üçün bu əlifbadan istifadə eləsinlər. Bunun icazəsini 21-ci ildə alırlar. Bəli, Latin qrafikalı əlifbanın ilk layihəsi təqdim olundu. Amma bu işə Səməd Ağamalıoğlu rəhbərlik elədi. Səməd Ağamalıoğlu ona görə Bəkir Çobanzadəni artıq 20-ci illərdən tanıyırdı. O Bəkir Çobanzadə ki, o artıq Türkiyədə təhsil almışdı. Türkiyədə bütün türkoloji düşüncənin mahiyyətinə vara bilirdi. Butabişdə təsir almışdı Macaristanda. O artıq doktorluq dissertasiyasını müdafiə eləmişdi Cadegus Cumanicus əsəri əsasında. O artıq türkologiya ilə kifayət qədər bağlı adam idi. Eyni zamanda dünyanın müxtəlif dillərini bilirdi. Alman dilini, Macar dilini, İngilis dilini, Fransız dilini, Ərəb dilini və ayrı-ayrı türk dillərini. 10 dildə sərbəst oxuyub yaza bilirmiş. Və belə bir adam lazım idi ona görə ki, Latin qrafikalı əlifbanı həyata keçirmək işində Azərbaycan və Bakı şəhəri, eləcə də Azərbaycanın ziyalıları bir beşik rolunu oynayırdılar. Bunu türk dünyasının özü də həmişə etiraf edib və eləməlidirlər. Mən tədqiqatlarımın nəticəsi kimi gələcəkdə ilkin söz köklərinin xəritəsini yaratmaq fikrindəyəm. Yəni, o ilkin söz kökləri hansı dillərə keçib, hansı dildə yeni sözlər yaradıb, o dillerin adını, o dillerin mövcud olduğu əraziləri verməklə onun xəritəsini yaratmaq istəyirəm. Nə üçün bu lazımdır? Dünyanın bir xəritəsi var, görürsünüz. Dünyanın xəritəsində hər bir region, onun adı, şəhərləri, çayları və s. və ilə. Bax, bu söz kökləri də o xəritəni yaratmaqla aydın olacaq ki, hər hansı bir söz kökü necə olub gedib dünyanın ayrı bir dilində də var, başqa bir dilində də var. Beləliklə, müxtəlif coğrafi ərazilərdə yaşayan insanların dil elementlərinin eyni kökdən yaranması mexanizmi açılacaq o xəritə ilə. İnsanların müxtəlif ərazilərə miqrasiyasının mahiyyəti açılacaq, məzmunu açılacaq. Müxtəlif dillərin yaranmasının genetik mahiyyətləri açılacaq, etnopsixoloji mahiyyəti açılacaq. Mənə elə gəlir ki, bu istiqamətdə bugün tədqiqatlara daha çox ehtiyac var. Hayf dünyadan tez köçdü və o təkcə ailəsindən, doğmalarından yox, Azərbaycan elmindən getdi. Bu qısa həyat yolunda nümunə ola biləcək bir dolğun ömrü yaşadı. Ziyalı, alim ömrünü, əsl vətəndaş ömrünü, əsl vətən əskəri ömrünü.